Salam dəyərli izləyicilər, metroda gediş haqqları ilə bağlı vacib bir məlumatı, xəbəri diqqətinizə çatdırıram. Zəhmət olmasa videonu paylaşın. Metroda gediş haqqı ilə bağlı yenilik olacaq, məsafə və zonaya görə qiymət dəyişəcək. Bax burada üstəgəl işarəsinə vurun, kanalımıza abunə olun və məlumatı dinləyin dəyərli izləyicilər. Hazırda vahid tarif modeli tətbiq olunsa da analitik qiymətləndirmələr davam etdirilir. Məsafə, zona və sərnişin segmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşmasına imkan verə bilər. Bu barədə Metropolitenin Maliyyə Departamentinin rəisi Kamal Hüseynli bildirib. Departament rəhbəri qeyd edib ki, qiymət dəyişikliyinin əsas məqsədi gəlirləri artırmaqdan daha çox xidmətin təhlükəsizliyini, etibarlılığını və dayanıqlılığını təmin etməkdir. Yəni hazırlaşın, yaxın günlərdə belə baxıram ki, metropolitende də qiymətlərdə dəyişiklik olacaq, daha doğrusu artım olacaq.